Salam, Udera Test Bankından 3-6 bölməsinin testlərinin izahından davam edirik. 67-ci sualdan başlayaq. 67-ci sualda nə verir bizə? Kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 15 simvoldan ibarət, yalnız bu verilən simvollardan istifadə etməklə parol verilir. Buradakı simvolları biz saysaq, E hərfi burada 2 dəfə olduğuna görə bir dəfə sayırıq. 6 dənə müxtəlif simvol var. 6 dənə simvolu biz kodlaşdıranda, biz 6 2000 kvadratından kubun arasında yerləşdiyinə görə, deməli, informasiya miqdarımız bir simvolun olur 3 bit. Və bizim parolumuz 15 simvoldan ibarət olduğuna görə, 15-i vururam 3-ə, edir 45 bit. Və bayta çevirək. 45-i 8-ə bölsək, olur 5 tam 8-də 5 bayt. 5 tam 8-də 5 bayt. İndi keçirik növbəti şərtimizə. Deyir, minimum tam baytla saxlanılır. Deməli, təqribən 6 bayt. Deməli, bir dənə parolun yaddaşda 6 bayt yer tutur. Bizim neçə dənə parolumuz var? 25 dənə parolumuz var. 25-i vururuq 6-ya, olur 150 bayt. Deməli, düzgün cavabı nə olur? B variantı olur. Keçək növbəti 68-ci sualımıza baxaq. Bəzi ölkələrdə 7 simvoldan ibarət, hər ikisini seçəyirəm. 68-ə baxırıq. 7 simvoldan ibarət avtomobil nömrə nişanı istənilən qaydada böyük hərflərdən cəmi 22 dənə hərf var. Deməli, böyük yenimiz bərabərdir. Əlifbadakı simvolların sayını hesablayaq. Üstə gəlirik və onluq rəqəm. Onluq rəqəm, deməli, 10 dənə də rəqəm oldu. Deməli, bizim əlifbamızda 32 müxtəlif simvol var. 32 müxtəlif simvolu bizə kodlaşdırmaq üçün 32 2 üstü 5-dir deyə, deməli, bir dənə simvolun informasiya miqdarı oldu 5 bit. Keçirik növbəti addıma. Deməli, neçə simvoldan ibarətdir bizim parolumuz? 7 simvoldan. 7-ni vururam 5-ə, bir dənə parolumuz olur 35 bit. Və yaddaşda yenə deyir, minimum mümkün tam baytda kodlaşdırılır. 35 biti biz bayta çevirəndə 4 tam 8-də 3 bayt edir. Deməli, təxminən 5 bayt nədir? Yaddaş ayrılır bir parola. Və bizim 50 dənə nömrə olduğuna görə 50-ni vururuq 5-ə. Deməli, 250 bayt yaddaş sahəsi lazımdır. Deməli, düzgün cavabımız A variantı olur. 69-cu suala baxaq. Müəyyən bir ölkənin saytında qeydiyyatdan keçmək üçün tam olaraq 15 simvol uzunluğunda parol tapmalıdır. Deməli, parolun uzunluğu 15 simvol. Və parol yerli əlifbadan, onluq rəqəmlərdən və 11 fərqli simvoldan istifadə edə bilir. Burada yerli əlifba deyəndə, yəni əlifbada neçə hərf olmağının fərqi yoxdur. Biz o əlifbanın neçə dənə simvolundan istifadə edirik? 11 dənə fərqli simvolundan istifadə edirik. Və bunun hərflərin həm böyük, həm də kiçiyindən. Həm böyük hərflər, həm kiçik hərflər. Deməli, 11-in vururam 2-yə, oldu 22 dənə müxtəlif variant bu elədir. Üzərinə gəlirəm, 10 dənə də bizdə nə var? Onluq rəqəm. Oldu yenə 32 müxtəlif rəqəmimiz, müxtəlif simvolumuz. Yəni, bizim enimiz 32-dir. Yenə 32 2 üstü 5-dir deyə, imiz oldu 5 bit. Yəni, bir dənə simvolun informasiya miqdarı. Yenə qayıdıram nəyə? Bizdə neçə simvoldan ibarətdir parolumuz? 15 simvoldan. 15-i vururam 5-ə, oldu 75 bit. 75 biti bayta çevirəndə olur 9 tam 8-də 3 bayt. Və deməli, yaddaşda bu təxminən nə qədər? Yenə tam baytla deyir, mümkün bayt sayı ilə kodlaşırsa, deməli, olur nə qədər? 10 bayt. İndi bizim bir dənə simvolumuz, yəni bir dənə parolumuz 10 bayt yer tutursa, neçə dənə parol saxlamalıyıq? Biz 30 dənə. 30 dənə parolun hərəsi 10 baytdan, olur 30 vuraq 10, 300 bayt. Deməli, düzgün cavab nə olur? E variantı olur. Baxaq 70-ci sualımıza. Şagirdlər komanda şəklində olimpiyadaya qatılmaq üçün kompüter sistemində qeydiyyatdan keçirlər. Deməli, şagirdlərə hər birinə neçə şagird var? 1-dən 1000-ə qədər tam ədəd verilir hər bir şagirdə. Hər identifikatorun saxlanması üçün eyni və mümkün bit sayından istifadə olunur. Deməli, 1-dən 1000-ə qədər bizdə şagird varsa, deməli, hər bir şagirdə 1000 nəfəri kodlaşdırmaq üçün bizə nə qədər lazımdır? 2 üstü 9-dan böyük, 2 üstü 10-dan kiçikdirsə, deməli, hər simvolun informasiya miqdarı olur 10 bit.
İndi davam edirik. Yəni ən azı 10 simvol, 10 bitdən ibarət olmalıdır. Hər tələbənin şəxsi kodu, identifikator və 8 bitlik əlavə məlumatdan ibarətdir. Deməli, 10 bit bu şəxsi kodu oldu və üstə də gəlirik 8 bitdə əlavə məlumatdır. Deməli, bir dənə şagird üçün 18 bit yer ayrılır. 18 biti çevirsək bayta, 18 bit bərabərdir. Nə qədər olur? 8-ə böləndə 2 tam 8-də 2. Bu da bərabərdir. Təxminən, deməli 3 bayt. Deməli, bir dənə istifadəçiyə 3 bayt yer ayrılır. İndi baxıram, bizim 20 komandanın hamısına 180 bayt yer lazımdırsa, deməli, bir dənə komandamıza nə qədər yer ayrılır? Bir dənə komandamız üçün. Deməli, 180-i bölürəm 20-yə, bərabər 9 bayt. Bir komanda üçün 9 bayt yer ayrılır, amma bir şagird üçün 3 bayt var. Bizdə nə soruşur? Bizdə deyir ki, hər komandada neçə şagird var? Deməli, bir komandada 3 nəfər var imiş ki, yəni 9-u bölürəm 3-ə, hərəsinə 3 bayt yer ayıranda olur 9 bayt. Deməli, komandada 3 nəfər şagird var imiş. Keçək 71-ci suala. Yenə kompüter sistemində qeydiyyatdan keçərkən hər bir istifadəçiyə 21 simvoldan ibarət və verilən simvollardan istifadə etməklə. Simvollar sayıram, 2, 4, 6, 7 dənə müxtəlif simvol. Yəni 7 simvolumuz varsa, yenə ini nə qədər götürdük? Biz 3 bit götürürdük. Çünki 4 aşır. Aha, kompüter hər bir parol minimum və eyni tam sayda baytdır. Yenə eyni tipdə. Baxaq neçə simvoldan ibarətdir? 21 simvoldan. 21-i vururam 3-ə, elədi 63 bit. Yenə 63 bit tam sayda baytla yadda saxlanıldığı üçün bayta çevirəndə bu eləyir 7 tam 8-də 7 bayt. Deməli, yaddaşda tutur nə qədər yer? 8 bayt yer tutur. Və bizim neçə dənə parolumuz var? 40 dənə parol var. 40 dənə parolun hərəsi 8 baytdan olur 320 bayt. Deməli, düzgün cavabım olur A variantı. 72-ci suala baxaq. 72-də nədir? Müəyyən bir ölkənin, yenə eyni tip suallarda hamısı, saytında qeydiyyatdan keçmək üçün yenə parol yazmaq tələb olunur. Bir dənə parolun, indi yenə baxaq, neçə simvoldur? Bir parolum 11 dənə simvoldur. 11 dənə simvol. İndi baxaq görə bir simvolun informasiya miqdarı nə qədərdir? İstifadə olunan simvollar, onluq rəqəmlər, 10 dənə bizim rəqəmimiz var. Üstə gəl, əlifbanın 12 müxtəlif hərfidir və bütün hərflər 2 üslubda, həm kiçik, həm böyük. Deməli, 12-ni 2-yə vururam, 24 variantda bu elədi, oldu 34 variant. İndi bizdə n 34-dürsə, 34, 2 üstü 5-lə, 2 üstü 6-nın arasında yerləşdiyinə görə, deməli, i'miz nə qədər olur? 6 bit olur. Deməli, bir dənə simvolun informasiya miqdarı 6 bitdir. Onda 11 dənə simvolun informasiya miqdarı 11-i vururam 6-ya, olur 66 bit. Yenə gəlirik tam sayda bayt saxlandığına görə, bu olur 8 tam, 8-də 2 bayt. Bu təqribən nə qədər yer tutur bir dənə simvolumuz? 9 bayt yer tutur. Bizə soruşur ki, 60 dənə belə parol nə qədər yer tutar? 60-ı vururam 9-a, 540 bayt yer tutmuş olur. Deməli, düzgün cavabım D variantı olur. 73-cü suala baxırıq. 73-də yenə eyni tip sual. Aha, neçə müxtəlif bizim simvolumuz var? 2, 4, 6, 7 dənə. 7 dənə simvol, yenə n'imiz 7-dir. Deməli, i'miz nə qədər oldu? 3 bit oldu. Çünki 4-dən böyük, 8-dən kiçikdir. Aha, indi bizim bir simvolumuz 3 bitdirsə, bizim parolumuz, yəni şifrəmiz neçə simvoldan ibarətdir? 6 simvoldan. 6-nı vururuq 3-ə, yenə eləyir nə qədər? 18 bit. 18 bitimiz nə qədərdir? 18 bitimiz bayta çevirəndə, çünki tam baytla yadda saxlanılır axı. 2 tam nə qədərdirsə, deməli, yaddaşda nə qədər yer tutur bu? 3 bayt yer tutur. Aha, indi deyir ki, hər bir istifadəçinin parolu ilə yanaşı əlavə məlumat da sistemdə saxlanılır. 100 istifadəçi haqqında məlumatı saxlamaq üçün 1400 bayt istifadə olunur. Deməli, 1400-ü bölürəm 100-ə. Deyirəm, görün, bir istifadəçiyə nə qədər yer ayrılıb? Eləyir 14 bayt. Deməli, bir istifadəçi üçün 14 bayt yer ayrılır.
Amma bunun 3 baytı onun kodu üçündür. Deməli, geridə qalan 11 baytı əlavə məlumat üçün istifadə. Əlavə məlumatda cavabı nə ilə soruşur? Bitlə soruşur. Deyir ki, neçə bit ayrılmışdır əlavə məlumat üçün? 11-i vururam 8-ə, 11 baytı 88 bit. Deməli, düzgün cavabım nə olur? B variantı olur. 74-cü suala baxırıq. Deməli, kompüter sistemində qeydiyyatdan keçərkən yenə indi nə verilir bizə? 16 simvoldan ibarət parol verilir. Parolda istifadə olunan simvollar latin əlifbasının böyük və kiçik hərfləri. Deməli, oldu bu 52 müxtəlif variant, 26-nı vururam 2-yə. Həmçinin onluq rəqəmlərdir. Bir də üstə gəldik onu. Elədi 62. Aha, 62 müxtəlif variantı kodlaşdırmaq üçün bizə neçə bit lazımdır? 62 deməli harda yerləşir? 32 ilə 64-ün arasında. Deməli, imiz oldu 6 bit. Aha. Deməli, sonra gəlirik nəyə? Parolumuz neçə simvoldan ibarət idi? 16 simvoldan. 16-nı vururam 6-ya, elədi 96 bit. Və yenə nə ilə kodlaşır? Bizdə minimum tam baytla yadda saxlanılır. Deməli, baytı çevirəndə nə qədər elədi? 8-ə bölürük, olur 12 bayt. Deməli, bizim bir parolumuz yaddaşda 12 bayt yer tutur. Parolla yanaşı hər istifadəçinin 40 baytlıq əlavə məlumatı da var. 12-nin üstünə gəldik 40-ı, elədi 52 bayt. Deməli, bir istifadəçiyə 52 bayt yer ayrılır. Bizə deyir ki, 10 kilobayt yaddaşda saxlanıla bilən ən çox istifadəçi sayı nə qədərdir? 10 kilobaytımız eləyir 10.240 bayt. Axtarırıq ki, ən çox neçə dənə istifadəçi saxlaya bilərik? 10.240-ı bölürük 52-yə. Deməli, burada bir dəfə olur. Burada düzgün cavab yoxdur. Sualda cavablarda yanlışlıq gelib. Deməli, 52-ni çıxıram, nə qədər qalır? 50 qalır. 504-ün içərisində 52 gəlir 9 dəfə, 9, 8, 1 yadda 46. Deməli, biz bunun tam hissəsini götürürük də onsuz da. 14-dən 8 çıxdıq, 6, bu da 3. 360-ın içərisində 52 olur neçə dəfə? 6 dəfə. 6 dəfə 2, 12, 6 dəfə 5, da elədi 31 qaldı. Deməli, qaldı neçə? 48 qalıb bizə maraqlı deyil. Deməli, burada tam hissə nə qədərdir? 196. Deməli, düzgün cavab nə olur? 196 olur. 75-ci suala baxaq. Deməli, Kamil X mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayır. Hər mərtəbədə 7 mənzil var. Binadakı mənzil sayını nəzərə alaraq hər mənzilə burada 7 yox 8 bitlikdir. Yanlışlıq olub. Deməli, 8 bitlik kod verilməsi məcbur olduğunu bilərək binada ola bilən minimal və maksimal mənzil sayını tapmaq tələb olunur. Buna başlayır. 129-da 256-ya qədər olan sayları biz müxtəlif variantları kodlaşdırmaq üçün bizə nə lazımdır? 8 bit lazımdır. İndi baxırıq ikinci şərtimizə. Deyir ki, hər mərtəbədə mütləq şəkildə 7 mənzil var. Deməli, mənzillərin sayı nədir? 7-yə bölünən ədəddir. Burada 7-ci mərtəbədə yaşamasının o qədər önəmi yoxdur. Ola bilər 5-də də, 6-da, 7-də, 8-də, harada istəsə yaşaya bilər. Əsas məsələ budur ki, hər mərtəbədə 7 mənzil varsa, deməli, ümumi mənzillərin sayı 7-yə bölünən ədəddir. Deməli, bizdə mənzillərin sayı harada dəyişir? 129-dan böyük bərabər, kiçik bərabər olmalıdır 256-dan. Və burada 7-yə bölünən ən kiçik ədəd 133-dür, çünki 129 bölünmür. Ən böyük ədəd isə 252-dir. Deməli, düzgün cavabımız hansı olur? 133 və 252. 76-cı sualda nədir? Verilmiş informasiya həcmlərini artma istiqamətində düzmək lazımdır. Artma istiqamətində. Deməli, əvvəlcə nə edək? Burada kilobaytla, megabaytla verilir. Bu hamısını gəlin kilobayta çevirək. Bu olur 10.240 kilobayt. 1024-də vurduq. 2 gigabaytımız nə qədər olur? 2 gigabayt olur 2048 megabayt. 2048-də çıxıram neçəni? 1450-ni. Qalır burada 8, 14-dən 5 çıxanda 9, burada da 9-dan 5 çıxanda 4. 598 megabayt.
Burada oldu 598 megabayt. Mən elə bunu baxıram, 598 megabayt 10 megabaytdan daha böyükdür də, düzdürmü? Sonra 12.400 kilobayt, 10.200 240 kilobaytdan bu daha böyükdür. Deməli 1, 2-dən də böyükdür. Sonra keçirəm 6-cıya, 5-ciyə baxıram. 6 megabayt 4567 kilobayt. Bunları müqayisə eləsək 6 megabaytla hələ ki burada olanlardan 3-cü hamısından böyük görünür. Deməli, ən böyük olan 3-cü görünür. Deməli, 6 megabaytla 4567 kilobayt. 6 megabayt bu 4096-dan böyükdür, düzdürmü? Deməli, bu da neçədən böyükdür? 10 megabaytdan böyükdür. Çünki 4096 ilə 6 megabayt 10 megabayt eləyir. Deməli, 5-ci 2-dən böyükdür. Yəni, 5 böyükdür 2-dən. Biz nə ilə yazırdıq? Artma istiqamətində düzürdük. Deməli, buradan C variantını seçirəm. Silirəm. A variantında silirəm. 5-in 2-dən böyük variantları və yəqin ki, düzgün cavabımız hansı olur? Hələ B ilə D-nin hər ikisinə baxaq. Görə bunda hansında düzgün cavabdır? Aha. Deməli, 5 2-dən böyükdür. Bu 10 megabayt, bu daha böyük. Bunu bildik. Bunların görə fərqi nədir? 6 ilə 6-ya baxaq. 6-da nədir? 34567 kilobaytı mən nə ilə müqayisə edirəm? 4-cü ilə müqayisə edək. Görək hansı daha böyükdür? Deməli, baxaq nəyə? 34567 kilobayt. İndi bunu kilobayta çevirsəm, mən nəyə bölürəm? 1024-ə bölürəm. 1024 2 dənə 512-dir. Bir dənə 512-yə böldüm. Qaldı 1000. Bir də 2-yə bölürəm, bu olur 500 kilobayt. 500 kilobaytla 245 kilobaytı toplasam nə qədər edir? 745 kilobayt edir. Bu oldu 745 kilobayt. Deməli, 745 kilobayt 34567 kilobaytda nədir? Kiçikdir. Deməli, 4 hamısından nə olur? 4 hamısından kiçik olur. Sonra baxıram, 6 da 1-dən böyükdür. Bəli, düzgün cavabımız B variantı olur. Yəni, bir-bir hesablamağa tam ehtiyac da qalmır. Qaldı 77-ci sualımızda nədir? Kərəm ABCD-Y hərflərindən istifadə etməklə 5 hərfdən ibarət sözlər düzəldir. A hərfi yalnız ikinci mövqedə istifadə olunur ya da heç istifadə olunmur. Neçə hərfli düzəldir? 5 hərfli. Yəni, biz bunu iki varianta baxaq. Bir, A hərfinin istifadə olunduğu və bir də A hərfinin istifadə olunmadığı hallar. A hərfi istifadə olursa, deməli, geridə burada nə qalır? B, C, D, Y, F. B, C, D, Y, F. Hər biri neçə vəziyyət ala bilir? 5 müxtəlif vəziyyət ala bilir. Və A hərfi ilə bitəndə sözün sonu yalnız samitlə bitməlidir. Deməli, sözün sonunda B, C, D, bir də F hərfləri ola bilir. B, C, D, bir də F. Amma bunlarda B, C, D, Y, F. B, C, D, Y, F. Neçə oldu? 5, burada 1, 5, 5, 4. Deməli, elədir. 125 vur 4, 500 müxtəlif variant. İndi gəlirik A hərfinin istifadə olunmadığı halları bir də baxırıq. Burada deyir, A hərfi istifadə edilmədikdə hərflər təkrarlana bilməz. Deməli, A-nı çıxsaq, geridə bizim 5 müxtəlif hərfimiz var. Hər növbətində hərflərin sayı artıq bir istifadə olunduğuna görə geridə 4-ü qalır, 3-ü qalır, 2-si qalır, 1-i qalır. Çünki hər dəfə biri artıq istifadə olunduğuna görə təkrar biz onu istifadə edə bilmirik. Məsələn, burada B, C, D, Y, F hərfləridirsə, növbətində artıq bu istifadə oluna bilmir, qalır C, D, Y, F hərfləri, misal üçün. Deməli, bu da oldu neçə? 120 variant. Onda ümumi variantların sayı olur 500, üstə gələk 120, 620. Deməli, düzgün cavabım olur E variantı. 78-ci sualda nədir? Morze əlifbası nöqtə və tire birləşməsini təyin etməklə radio vasitəsilə simvolları kodlamağa imkan verir. Deməli, neçə variantımız var? Bizim 2 müxtəlif variantımız var. Nöqtə, bir də tire. Ən azı 2 və ən çox 4 siqnal ilə neçə müxtəlif simvol ötürə bilərəm? Məndə hər biri 2 müxtəlif qiymət alır. 2 dənə siqnal ötürsəm, 2 vur 2, 4 müxtəlif vəziyyət ötürə bilirəm.
3 siqnal ötürsəm, deməli bu ya biz 2 siqnal, ya 3 ya da 4 siqnal ötürə bilərik. Çünki deyir ən az 2, ən çoxu 4. İndi 3 olanda 2-nin kubu, yəni 2 vur 2 vur 2, 8 müxtəlif kod ötürə bilirəm. 4 siqnal ötürəndə isə 16 müxtəlif kod ötürə bilirəm. Onda ümumi vəziyyətlərin sayı 16 üstə gəl 8 üstə gəl 4 nə verir bizə? 28 verir. Bugün cavabın C variantı olur. Baxaq 79-cu sonuncu sualımıza. Deməli, Arif balkon hərflərindən istifadə etməklə 3 hərfli sözlər düzəldir. Və hər sözdə bu hərfi ən az bir dəfə istifadə olunur. Digər hərfləri istənilən sayda və yaxud da istifadə edilə bilməz. Arifin yaza biləcəyi neçə söz var? Yəni, biz bunu tərsinə yanaşaq. Əvvəlcə, balkon sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif söz düzəldə bilərəm? Bütün sözlərin sayını tapaq. Deməli, 3 dənə simvoldur. Hər biri bu 6 vəziyyətdən istənilən birini ala bilər. Bu bizə verir 216 müxtəlif vəziyyət. Bəs indi bu hərfi heç istifadə olunmayanları tapıb geriyə çıxsaq bütün sözlərdən, deməli geridə qalan sözlərin içərisində ən azı bir dənə bu hərf istifadə olunur. Ona görə də bu hərfinin heç istifadə olunmadığı hallar, deməli nə qaldı? A, L, K, O, N. Yəni hər biri neçə vəziyyət aldı? 5 dənə vəziyyət ala bilir. Çünki bunlarda bu hərfi yoxdur. Deməli 5, 5, 5. Oldu 125 dənə sözdə bu hərfi istifadə olunur. Deməli, ümumi 216 söz var idi. Onun 125 dənəsində istifadə olunmadığına görə 216-dan 125 çıxırıq, qalır neçə dənə? 91 dənə. Deməli, düzgün cavabımız olur A variantı. Sağ olun.